Əziz müsəlmanlar, sizlərin də bildiyiniz kimi qarşıdan Allahın izni ilə dünyanın ən xeyirli, ən bərəkətli, ən mübarək, ən əzəmətli günləri gəlir. Hansı ki bu günlər Zilhiccə ayının ilk 10 günləridir. Uca Allahdan diləyirəm ki, Allah-u Teala bütün müsəlmanlara afiyət nəsib etsin və Allah-u Teala bizləri o günlərə yetişdirsin sağlıq və salamatlıq içərisində. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Zilhiccənin ilk 10 günləri haqqında xəbər verir. Buyurur ki, bu günlərdə edilən ibadətlər digər günlərdə edilən ibadətlərdən Allaha daha sevimlidir. Əcr və savab baxımından daha əzəmətlidir bu günlər. Onun yanında olan sahabələr radiyallahu anhum, Allah onlardan razı olsun, soruşurlar ki, ey Allahın Resulü, hətta Allah yolunda döyüşdən də mi əzəmətlidir bu günlər? Sahabələr bu cürə soruşanda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, bəli, hətta Allah yolunda döyüşdən də. Lakin bir şəxsdən başqa ki, həmin o insan canı ilə, malı ilə çıxarsa Allah yoluna döyüşə və geri dönməzsə. Bu insan istisnadır. Yerdə qalan ibadətlər isə nədir? Digər ibadətlər, digər günlərdə olan ibadətlərdən Allah qatında daha sevimli və daha əzəmətlidir. Biz də bunları bildikdən sonra yəni bu həqiqətən əzəmətli bir mövsümdür. Həcc mövsümü əzəmətli bir mövsümdür. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem fikir verin, subhanallah, deyir ki, bu günlərdə edilən ibadətlər digər günlərdə edilən ibadətlərdən daha Allaha sevimlidir, daha əzəmətlidir. Ona görə bizlər də özümüz üçün bu gündən etibarən bir proqram cızmalıyıq. Yəni proqram şəklində ki, nə cür nə edim ki, bu günlərdə səmərəli şəkildə faydalanım. Bu günlərdə olan o əcrləri, savabları qazana bilim, əldə edə bilim. Heç şübhəsiz ki, yəni Zilhiccə ayında ibadətlərin ən əzəmətlisi Allahın evini ziyarət etmək, yəni həcc etmək, həcc ziyarəti. Bu da şübhəsiz ki, hamı üçün alınmır. Bəzən insanların səhhətləri imkan vermir, bəzən insanların maddi cəhətdən əksər müsəlmanlar gedə bilmirlər. Oraya gedən insanlar, elhamdülillah, orada çoxlu ibadətlər vardır. Orada Arafa ibadəti var, siz də bildiyiniz kimi, Müzdəlifə var, Minə var, həmçinin qurban kesmək var və s. O insanlar nədir? Çoxlu əcrlərə, savablara Allahın izni ilə nail olurlar. Allah-u Teala bütün müsəlmanlara nəsib etsin ki, Allahın evini ziyarət etməyi, həcc ziyarətini əmin. Ona görə, əziz müsəlmanlar, bu günlərdən istifadə etmək lazımdır. Yəni, bəzi ibadətlər var, onları inşallah ki, sizlərə çatdırmaq istəyirəm. Həm özümə, həm də sizlər üçün bir fayda olar inşallah. Misal üçün, biz özümüz üçün bir proqram cızaq ki, biz bu günlərə yetişsək, Allahın izni ilə Allah bizi yetişdirsin bu günlərə, nə edəcək? Nə cür başlayacaq günümüzə? Həmin bu 10 günü nə cür edək ki, bizim üçün daha yaxşı, daha faydalı olsun, daha əzəmətli əcrləri əldə etmiş olaq. Məsəl üçün, çoxlu Quran oxumaq. Yəni, gün ərzində mücərrəd olaraq bu günlərə gəlib çatandan sonra çoxlu sayda Quran oxumaq, Quran qiraəti etmək. Deyək ki, 10 gün içərisində kimsə bir dəfə xətm edə bilərsə nə gözəl, əlhamdülillah. Gündə 300 oxuyarsa, Quran-ı Kərimi 10 gündə nədir? Xətm etmiş olar. Bu da böyük bir xeyirdir. Bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem xəbər verib ki, hər bir hərf üçün, Qurandan oxunan hər bir hərf üçün 10 savab var. Subhanallah, 10 savab, bir hərf üçün. Siz düşünün ki, bir səhifədə nə qədər hərflər var. Həmçinin səhifəni də səhifələrə vurmaq lazımdır. Quran-ı Kərimi başdan ayağa oxumaq, xətm etmək. Gör, nə qədər əzəmətli bir ibadətdir. Sonra valideynlərə gözəl şəkildə qayğı göstərmək. Gözəl əməllərdəndir, Allah qatında əzəmətli əməllərdəndir. Valideynlərlə gözəl rəftar etmək, onların qayğısına qalmaq, onları axtarmaq, kimsə uzaqda yaşayırsa, onları soruşmaq, hallarını ziyarət etmək, bir yerdə yaşamırlarsa, onların istəklərini yerinə yetirmək, soruşmaq ki, atacan, anacan, nəyəsə ehtiyacın varmı? Bacararam mı onları aradan qalxızmağa? Bu kimi ibarələrdən istifadə etmək. Yəni, valideynlərlə gözəl şəkildə rəftar etmək bizə Allahın əmridir, subhanahu wa ta'ala. Bütün vaxtlarda, nəinki Zilhiccə günlərində, ilin bütün günlərində biz evlatlar, valideynlərimizlə gərək nədir? Gözəl şəkildə rəftar edək. Həmçinin əməllərdən cəmaat namazlarını qılmaq. Məscidlərdə çalışıq ki, cəmaat namazları əda etmək.
Burada da nə qədər əcrlər var. Bilirsiniz, məscidə getməyin əcri, cəmaatla namaz qılmağın əcri, nə qədər savablar vardır. Həmçinin kim bacararsa bu günlərdə oruç tutmaq. Oruç tutmaq, yəni kim bacararsa 9 günü yəni ardıcıl orucu tutsun, kim bacararsa 1 gün tutsun, kim bacararsa 2 gün tutsun. Şübhəsiz ki, Arafa günü tutmaq da bu başqa bir məsələdir. Yəni bunu əksər müsəlmanlar tuturlar Arafa günü. Onu demək istəyirəm əslində. Həmçinin sədəqə vermək. Bu günlərdə sədəqəni çoxaltmaq. Belə deyək də, misal üçün bizim qonşularımızda kimsə kasıb olan birisi varsa, fəqir insanlar varsa, biz hər gün niyyət edək ki, həmin bu günlərdə 2 dənə çörək alıb verəcəm onlara. Deyək ki, çörək 50 qəpikdirsə, 2 dənə çörək 1 manat edir. 10 günə 10 manat pul edir. 10 manat pul. Siz düşünün ki, bu 10 manatı Allah Subhanahu teala sizdən qəbul etməsi və Allah Subhanahu teala qəbul edir. Allah ikram sahibidir. İkram edir Subhanahu teala. Bu 10 manatı Allah Subhanahu teala yüzü minə, milyona vurar Subhanahu teala. Yəni insanların mizanı kimi deyil, Allahın mizanı. Sadəcə olaraq biz ixlasla qəlbimizdə fikirləşəcəyik ki, Allahım, sənin razılığını qazanmaq üçün bu əməl edirəm. Və yaxud hansısa bir kasıb ailəyə kiçik bir bazarlıq eləyib vermək. İçində bir toyuq olsun, 1 kilo düyü olsun, bir dənə çay olsun. Hansısa bir insanların qəlbinə, kasıb insanların qəlblərinə nədir? Sevinç hisslərini doldurmaq. Sevinç duyğularını onların qəlblərinə yerləşdirmək. Əməllərdən həmçinin Allahı çoxlu zikr etmək. Bu günlərdə Allahı çoxlu zikr etmək. La ilahe illallah, subhanallah, velhamdülillah, Allahu akbar. Xüsusən də varid olub bu günlərdə bu zikirləri etmək. Ümumiyyətlə, insan gərək çalışsın ki, müsəlman gərək çalışsın ki, həmişə Allahı zikr etsin. Xüsusən də bu günlərdə. Və həmçinin son olaraq çoxlu sayda istiğfar etmək. Allahdan bağışlama diləmək. Yəni, Allaha dönmək. Allaha tövbə etmək. Çünki istiğfar, subhanallah, insan ilə Rəbb arasında bəzən elə bir əməldir ki, bəzən insan istəyir ki, nələrsə etsin. Və yaxud bu əməlləri əslində edə bilir, etməyə qadirdir. Lakin günahlar olduğu üçün bəzi günahlar mane olur. O əməlləri yerinə yetirə bilmir. Amma istiğfar, təbiri doğrudursa, istiğfar sanki, belə deyək də, qarşını açır, sən də yavaş-yavaş gəlirsən. Sən qabağını açarsa gedirsən. İstiğfar etdikcə Allah Subhanahu teala sənə rəhm edir. Allah sənə mərhəmət edir. Öz rəhmətindən göndərir, istiğfarın nəticəsində sən də digər əməlləri rahat şəkildə edirsən. Amma Allah qorusun, günahlar olanda heç bu əməlləri nəinki etmək, heç düşünə də bilmirsən. Allah qorusun. Ona görə çoxlu sayda nədir? İstiğfar etmək. Oca Allahdan dilərəm ki, Allah Subhanahu teala bizləri gözəl şəkildə bu aya yetişdirsin. Allah Teala bizlərə gözəl şəkildə ibadət etməyi nəsib etsin. Allahdan dilərəm ki, Allah Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente estağfiruka və etûbü ileyk.